Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Elm nəşriyyatının 30 sınaq test vəsaitindən sınaq 4-ün izahlarına baxaq. Birinci sual 31-ci sualdır. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitəsini müəyyən edin. Birinci özümüzü tapaq, daha sonra variantlarda seçək. Mənim səndən uzaqlarda yamandır halım necəsə? Bədii sual var. Halım yamandır inversiyadır. Özgəsinə qismət olan Cahi Cəlalım köçürmədir. Necəsə? Köçürmə var, inversiya var və bədii sual var. İnversiyanın 6-da, bədii istiadə sözünü, köçürməni 4-də, 1-də də bədii sualı görürük. Cavab 1, 4, 6 A variantıdır. Növbəti sual. Rəsul Rza və Bəxtiyar Vahabzadə haqqında fikirlərindən ortaq olmayanı müəyyən edin. Çaşdırıcı sualda diqqət yetirək. A variantına nə qeyd olunubdur? Füzuli, Nəsimi, Sabit haqqında əsərlər yazılıbdır. Kənardan baxanda ortaq kimi görsənir, amma dərinliyinə enək. Rəsul Rza Füzuli haqqında Füzuli, Nəsimi haqqında Son Gecə, Sabit haqqında da xalq şairi poemasını yazıbdır. Bu düzdür. Bəxtiyar Vahabzadə Ağlar Güləyən Sabir, Şəbi Hicran Füzuli yazıbdır. Nəsimi dövrü haqqında Fəryad mənzum dramını yazıbdır. Nəsimi haqqında yazmayıb. Nəsiminin dövrü haqqında yazıbdır. O dövrün hürufiliyi haqqında yazıbdır. Nəsimi obrazı var. Amma o Nəsimi obrazı şair Nəsimi obrazı deyil. İki fərqli Nəsimi obrazı var əsərdə. Nəsimi 1 və Nəsimi 2 adı ilə gedir və amma bunların heç biri konkret Nəsimi olmadığı üçün ortaq olmayan cavab A variantıdır. Digərləri isə tamamilə doğru fikirdir. Növbəti suala baxaq. Rüstəm obrazı barədə uyğunluğu müəyyən edin. Qəşəng sualdır. 4 əsərdə biz Rüstəmi görürük. İndi hansına aid olduğunu tapaq. Oqtay, mənim qılıncım yoxdur. İvanovski vermir. Bu, adından da göründüyü kimi Oqtay oğlu əsəri üçün keçərlidir. Ay ana, axı sən birini bilirsən, birini bilmirsən. Bu keçən ilin son gecəsində anasına deyilən sözlərdir. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdır. Bu Aslan bəy anamın kitabındakı olan Aslan bəydən söhbət gedir. C-ni yazaq 4-də. Mahmud, sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızını gətirdim. Buradakı ata Rüstəm obrazından söhbət gedir. D-ni də yazaq bu da. İndi eynən F-ə baxaq. Ana, keyfin necədir? Yaxşıdır. Ana, bilirsən nə var? Mən lüğət yazıram. Lüğət yazan da kimdir? Anamın kitabındakıdır. 4C-E olan obrazımız elə E variantıdır. Bir də F-ə də baxaq. Ana, mən özümü pis hiss edirəm, yatacam. Təbii ki də bu da keçən ilin son gecəsindəki olan, böyük oğlan olan Rüstəmdən söhbət gedir. Budur. 1BF, 2D, 3A, 4D C ilə edir. Sadəcə bilin ki, bu 4 əsərin hərəsində də Rüstəm obrazını görürük. Növbəti suala baxaq. Bədii ədəbiyyatımızda baş verən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. İlk faciə müsibəti fəxrədir. İlk ana dilli poeziya örnəyi 13-cü əsr. İlk realist bədii nəsr Mirzə Fətəli Axundovun qələmə aldığı Aldanmış Kəvakib əsəridir. İlk ana dilli bədii nəsrin əsasını qoyuldu Füzuli tərəfindən. İlk mənzum faciədir, ana mənzum faciədir. Birinci 13-cü əsrə keçid eləyək. Sonra Məhəmməd Füzuli, sonra Axundov, sonra Nəcəf bəy Vəzirov, ən axırda da Hüseyn Cavid. Aha, mən burada harda səhv elədim? 2. İlk ana dilli poeziya örnəyi, əsasının qoyulması düzdür. Axundova yerinə mən 5 yazmışam. Axundov 3-də idi. 2, 4, 3, 1, 5. Cavab C variantıdır. Növbəti suala baxaq. Cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Təmsil üçün doğrudur, hekayə üçün yanlışdır. Epik növün ən qədim janrlarından biridir, doğrudur. İnsan həyatının konkret bir səhnəsini yığcam təsvir eləyir, bu da hekayə üçün doğrudur. Əxlaqi, tərbiyəvi və nəsihətli səciyyə daşımır, yanlışdır. Janrın gözəlliyini gözlənilən sonluqla bitən formasına novella deyilmir, gözlənilməyən olmalıdır, bu yanlışdır. Təmsil əsasən nəzmlə yazılır, doğrudur. Nəsrlə ilk hekayələri Bakıxanov və Qırtqaşınlı yazmışdır, bu da doğrudur. Yanlışın altından yanlışı götürsək, doğrunun altından da doğrular götürsək, cavab 1, 3, 5 D variantıdır. Keçək növbəti suala. 36. Euler Venn diaqramına əsasən doğru cavabları müəyyən edin. Oğlunun gələcəyini hiss edirmiş kimi açarı həmişəki gizli yerinə qoyur. Bəli, bu vətən yaralarında var. Bir doğru cavabdır, bir olmayan variantları silək. Əsər 2-ci Dünya müharibəsi dövründə yazılıbdır. Bəli, bu hər ikisi üçün keçərlidir deyə biz bunu götürmürük. Təhkiyatçının anası zəhmətkeş, əməksevər, qayğıkeş biridir.
Təhkiyəçinin anası. Təhkiyəçinin anası vətən yaralarında təhkiyəçinin anası olur da. Səməd Vurğunun anasından orada söhbət getmir ki. Yəni 3 yanlışdır. Cavab 1 ilə 4 olacaq. Cəbhəyə oğul yola salan ana obrazı yaradılmışdır. Hər ikisi üçün keçərlidir. Keçək növbəti suala. 37. Vaqif Mənzum dramındakı Vaqif obrazı haqqında yanlış fikirləri müəyyən edin. Düşdüyü problemli vəziyyətləri, misal üçün düşdüyü bir problemli vəziyyət ağlımıza gətirək, yoldaşı ona xəyanət edir. Düzgün dəyərləndirilmir, bəli, cəzalandırmır, bir şey etmir. Yaxud da düşdüyü problemli vəziyyətin birini də deyək, Eldar oğlunun toyuna gəlir, onu həbs eləyirlər və düzgün dəyərləndirir, onu xilas edə bilir. Bir qaydasındadır. Əsərin əvvəlində bədmin ruh olduğunu görmürük. Bağışlamağı bacardığı nümunəyə rast gəlmirik. Səhvdə Xuraman xəyanət edir və onu bağışlayır. Son olaraq 5-ə baxaq. Xalqına bağlı olduğu üçün hər qurtuluşu ellərdə gedir. Bəli, bu düzdür. Cavab E variantıdır. 38. Dərzi şagirdi Əhməd nağılının məzmunu ilə bağlı verilmiş hadisələrdə hansı rəqəmlərin yeri dəyişdirilsə ardıcıllıq bərpa olunar? Vəzir Allahverdi xan Əhmədi ölümdən qurtarırmı? Qurtarır. Hə, ardıcıllığını sadəcə istəyir. Əhməd 20 oğlanla 20 qızı əldə edir. Bu birinci sualın cavabı idi. Şah Abbas qızı Pəri Sultan xanımı Əhmədə verməyə razılıq verir. Birinci bu təklif olunmalı idi ki, daha sonra Əhməd suallarının cavabını versin. 2-3 olacaq cavabımız. Əhməd Pəri Sultan xanımın kəbini kəsilir və ən axırda da Əhməd gördüyü yuxunu Şah Abbasa danışır. Cavab E variantıdır. Çünki əgər Pəri Sultan xanım Əhmədə verməsəydi, Əhməd sualların heç birinin cavabını deməyəcəkdi. Ona görə birinci 3 gəlməli idi, daha sonra 2. 2-3 olan versiya düzgün cavabdır. 39. Klasteri tamamlayan fikri müəyyən edin. Bəxtiyar Vahabzadə İstiqlal poeması lirik poema olduğundan əsərdə təhkiyəyə yer verilməyibdir. Bu səhvdir. Demək ki, burada bir səhv fikir yazmaq lazımdır. Əsər poema janrında yazılıb, süjet xətti yoxdur. Bəli, süjet xətti yoxdur, poema janrında da yazılıbdır. Bu əsərdə Şəhidlər poemasının adı çəkilirmi? Çəkilir. Poemada Tomris, Koroğlu, Babək, Nəsimin adları çəkilirmi? Xeyr, çəkilmir. Cavab C variantıdır. Növbəti suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Qızıl Gül olmayaydı poemasında əsərdə keçmişə qayıdış üsulundan istifadə olunubmu? Bəli, bu Qızıl Gül olmayaydı. Həmçinin Heydər Babaya Salam poeması üçün də doğrudur. Bir olan versiyaları silək. Müəllif hadisələrin həm şahidi, həm də təhkiyəçisidir. 3 də ortaq fikirdir, 3-ü də silək. Müəllifin xatirələrinə əsasən yazılsa da, vahid süjet xətti yoxdur. Bu vahid sözünə xüsusi diqqət yetirək. Bəli, hər iki poemanın vahid tam süjet xətti yoxdur və bu da hər ikisi üçün ortaq olduğu üçün bunu da götürməyik. Cavab E variantı qalır, amma 2-də nə yazıldığını bilmirik deyə qalsın. 5-ə baxaq. Yazıldığı ədəbi növ özündə 2 müxtəlif növün xüsusiyyətini daşıyır. Yəni poema, ədəbi növ epik növdür. Özündə 2 müxtəlif növün xüsusiyyətini daşıyır. Lirik və epiklik ola bilər. Təsvir, təhkiyə məsələsi ola bilər ki, bəli, bu düzdür. 6-da. Əsərdə təhkiyəçi müəllif özü olduğu üçün hadisələr onun dilindən verilmir, yanlışdır. Cavabımız çox güman ki, 2-5-dir, amma 2 nədir? Biz bilmirik. 41-ci sual. Cədvələ əsasən uyğun variantları müəyyən edin. Təşbih üçün doğrudur. Bədii təsvir vasitəsidir, düzdür. Litoda ifadə vasitəsidir. 1 qalsın. Anlayışı qüvvətləndirirmi? Xeyr, anlayışı qüvvətləndirmir. Hiperbol ilə əks mənasını ifadə edir. Bu düzdür. Bunun üçün yanlış istəyir bizdə. Hadisə həddindən artıq böyüdülür. Xeyr, bu mübaliğə üçün keçərlidir. 1-4 ilə davam edir. Bənzətmə qoşması işlənə bilərmi? Bəli, işlənə bilər. Kimi qoşması ilə rahatlıqla işlənir. Məsəl üçün, qırır sərçə kimi bizimkilər. Burada sərçə kimi təşbih deyil də litota olacaq. 42. Füzuli Leyli Məcnun poeması ilə bağlı düzgün ardıcıllığı müəyyən edək. Leylinin səhrada Məcnunla qarşılaşması, atasının Məcnunla ancaq ilk dəfə səhraya getməsi, Leylinin aşıq olduğunu anasına etiraf etməsi bu əsərin sonundadır. İbn Səlamın ölüm xəbərini Məcnuna Zeyddən alması və Məcnunun atasının Leyli üçün elçiliyə getməsi. Birinci, atası onu səhradan gətirməli idi və elçiliyə gedirlər. Amma atası vermir yenə də və nəticə olaraq İbn Səlamla evlənir, İbn Səlam ölür. Öldükdən sonra Leyli səhraya gedir və Məcnunla qarşılaşır. Məcnun onu yox dedikdən sonra Leylinin anasına eşqini etiraf eləyir. 2-5-1-3 cavab A variantı olacaq. 43-cü suala baxaq. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Əhməd Cavadın səsli qız Bəxtiyar Vahabzadənin şəhidləri. Küçələrin yuyularaq insan qanından təmizlənməsi hər ikisi üçün keçərlidir deyə biri götürməyək. Tərəddüd əməllərə görə cəzalandırılmış obraz qalib hökmdardır. 2-ni götürək.
Zülmə qarşı xalqın edə bilmədiyini sadəcə 40 gün yas saxlamaq idi. Bu sırf şəhidlər üçün keçərlidir. Ortaq ola bilməz. Deyildi. Silək. Hətta 3-ü silək daha doğrusu. 4 qalsın. Vahid süjet xətti olmayan lirik poemadır. Hətta biri də silək bayaqki ifadəyə görə. Lirik poema məsələsi şəhidlər poeması üçün keçərlidir. Amma Səsli qız epik təsvirlərin daha çox olduğu poemadır və epik poema hesab olunur. 4 elə düzgün silmişik. Yanlışdır. Cavab C variantı olacaq. Qanlı yanvar hadisəsinə həsr olunmuş lirik poemadır. Bəli, şəhidlər poeması lirik poemadır və 20 yanvarı həsr olunubdur. Durna Teleqolu üçün düzgün ardıcılı müəyyən edin. Gizir oğlu Mustafa bəyin Çənli belə gəlişi əsərin sonundadır. Koroğlu Gizir oğlu Mustafa bəyin vuruşması. Bu ondan əvvəldir. Ucu Haşar Şeşbərin meydan düşməsi bu onlardan da əvvəldir. Dərlərlə Koroğlunun məclisləşməsi lap əvvələ düşdü. Gizloğlunun silahdaşları arasında inamsızlığın yaranması bu döyüşdən sonra olubdur. Deməli birinci 4, 3 vuruşurlar, inamsızlıq olur və Gizloğlu Mustafa bəyin Çənlibəyə gəlir. 4, 3, 2, 5, 1 cavab A variantıdır. Növbəti suala baxaq. Basatın Təpəgözü öldürdüyü boyla bağlı hansı səbəb nəticənin əlaqəsi düzgün deyil? Oğuzların yurduna düşmən basqılı idi və nəticədə qoca Aruzun körpəoğlu itkin düşür. Aruz qoca Təpəgözü evdən qovur. Düzdür. Pəri anası gəlib Təpəgözün barmağını üzük keçirir. Bu da düzdür. Basat Qapaqqan kişinin arvadına bir əsir verir. Qapaqqanın oğulları xilas olmur. Oğlu xilas olur çünki bir oğlu qalmışdı. Bu yanlışdır. Səbəb nəticəsi doğru olmayan C variantıdır. Basat Təpəgözü məğlub edir, nəticədə Çapar Aruz qocaya şad xəbər aparır. Təpəgöz xəzinəsinə görə ehtiyat edildi. Nəticədə Basata xəzinəyə qıfıl vurmağı tapşırır. Bu da düzdür. Cavab C variantıdır. 46. Qoşma haqqında verilən fikirlərdən hansını doğru hesab edə bilmərik? Hər misrada 11 hece olan qoşmanın ilk bəndində birinci və üçüncü misra sərbəst olur. Düzdür. A, B, CB formasında qafiyələnir. Elə bu E variantında da öz əksini tapıbdır. Yəni aynen E düzgün fikirdir, səhv deyil. B. Qoşma formaca növü olan təcnis cina sözlərlə qurulur. Bu da düzdür. Qoşmanın formaca növünə aid olan ustadnamə formaca deyil, məzmuncadır. Cavab C variantıdır. Qoşmalar daha çox məhəbbət mövzusundadır, amma əxlaqi, tərbiyəvi, ictimai mövzularda da ola bilər. Sarı Qazan evinin yağmalanması boyda deyir ki, Qaraca çoban qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın deyir. 47 cavab D variantıdır. Lirik növə aid hansı fikir düzgün verilməmişdir? İnkarlığına diqqət yetirək. Burada cavab D variantıdır. Bütün əsərlərdə tərənnüm olmur, ictimai siyasi motivli şeirlərdə tərənnüm olmayacaq. Növbəti suala baxaq. İlyas Əfəndiyevin Xuştbanın Natıvan dramı ilə bağlı düzgün ardıcıllığı müəyyən edin. Xuştbanı Daşdəmirlə Bəyimin evlənməsini istəyir. Bəli, əsərin lap sonunda biz bunu görürük. Hidayət xan güllə ilə saxsayana vurur. Bu da ondan əvvəlki olan hadisədir. Mirzə Ruhullah Xuştbaniyə Seyid Hüseynlə evlənməyə məsləhət görür. Yanlışdır. Knyaz Xasay Xuştbaniyə Dağıstanda yaşamağı təklif edir. Bəli, edir. Amma Xuştbani razılaşmır. Natəvanın Şahzadənin Qazandibi yalıya nökər adlandırması xeyr, Şahzadəni deyil, Şahzadənin yanında gələn Məliki Dövlənin Qazandibi yalıya nökər adlandırır. Düzgün cavabımız onda 4-2-1 olacaq. Çünki 5 hər tərəfdən silmək lazımdır ki, 5 yanlışdır. Növbəti sualdan davam eləyək. 50-ci sual. Axundzadənin Aldanmış Kəvakib əsərinə bağlı hadisələrin zamanı ilə bağlı səhv fikir müəyyən edin. Əsərdəki hadisələr Şah Abbasın hakimiyyətinin 7-ci ilinə aiddir. Bəli, bu düzdür. Biz bunu yanlış fikir kimi deyə bilmərik. Yusif Şah taxta çıxan gün onun xeyirxahlıq əməli hamıya bəlli olmur. 2 yanlışdır. Mirzə Sədrəddin ulduzlarının bir-birinə yaxınlaşmasının Novruzdan 15 gün keçəndə baş verəcəyini bildirir. Bu düzdür. Bir də düz idi. Axund Səməd Yusif Sərraca qarşı qiyam başlayandan sonra da ölür. Yanlışdır. Qalada ölür. Ürəyi partlayır. Yusif Sərrac taxta çıxandan 3 gün sonra Yusifin evində şərab tapılır və onu bildiğinsiz kimi edam edilir. Əsərdə belə bir hadisəyə baş vermədiyi üçün cavab 2, 4, 5 C variantıdır. Növbəti suala baxaq. Nizami Gəncəvin İskəndərnamə poeması məzmunu ilə bağlı doğru olanları seçmək bizdən tələb olunur. 2 hissəli və əruz vəznində qələmə alınmışdı. Bu düzgün fikirdir, amma bizdən məzmun istəyir. Bu form olduğu üçün bir olan versiyaları silək. Demək ki, 2, 4 doğrudur. 3-ə baxaq. Nüşabə İskəndərin şəklini göstərərək onun tanıdığını sübut eləyir. Bəli, bu da düzgün fikirdir. C-ni düz götürdük. Burada sizin çaşdıran məqam 4-cü fikir ola bilər ki, öz ordugahında İskəndər Nüşabəyə və onun adamlarına qonaqlıq və hədiyyələr verirmi? Bu hansında olur? Nüşabə Ruslar tərəfindən əsir düşdükdən sonra onu xilas eləyərkən belə bir hadisəni biz görmüş oluruq. Bəli, 2, 3, 4 düzgün versiyadır. Uyğunluğu müəyyən edir. Dərzi şagirdi Əhməd
2 dənə obraz yazmaq lazımdır. Şahın bütün cəzalarına dözən təbii ki də Əhməddir. Şah Abbas necə öz cəzasına dözsün. Firənc padşahın önündə aciz qalır bu Şah Abbasdan söhbət gedir. Sona qədər qətiyyətli davranır, sözündən dönmür, söhbət Əhməddən gedir. 4-ü yazaq burada. İnadkardır hər ikisi. Ağlı sayəsində ölkəni yadelli işğallarından qurtarır Əhməd. Ağıllı məsləhətləri qəbul edən isə Şah Abbasdır. Bu formada olacaq cavabımız. 3-7-ni elə C variantına görürük. Cavab C variantıdır. Amma C variantında biz 5-də görürdük deyə C-ni götürə bilmərik. Cavab D variantıdır. Çünki 5 dediyimiz kimi hər ikisi üçün ortaq cəhətdir. Düzgün cavabımız D olacaq. İki romanında Candar ağa sürəti ilə bağlı səhv fikirləri müəyyən edin. Öz davranışında tam müstəqil olsa da adi insani hisslər Candar ağaya yaddır. Bu yanlışdır. Mələyə gətirəndən sonra onun həyatında pis və xoşgəlməz hadisələr baş verir. Düzdür. Mələyin gəlməsi ilə ailədə yaranan gərginlik yalnız Zərniganla bölüşür. Xeyr, bu səhvdir. Əsərdə yatçı tərəfindən mühakimə olunur. Yatçı heç kim burada mühakimə eləmir. Bu da yanlışdır. İnsan həyatının və özünün təsdiqinin tragizmi bu obraz üzərində daha qüvvətli ifadə olunmuşdur. Düzdür. Yəni burada biz yanlış heç nə görmürük. Niyə? Çünki özünü təsdiq eləmək istəyir ki, mən ağayam, mənim sözüm keçməlidir. Amma artıq dövr dəyişmişdi. Xanım onun sözünə baxmırdı. Yanlış istəyirsə cavab 1, 3, 4 olacaq. Verilmiş əsərlər üçün sual işarəsinin yerinə yazıla biləcək fikirlər müəyyən edin. Bir gəncin manifesti Bahar, Qızıl Qönçələrdə Sürəyya. Ata-anasını itirən, tənha qalan uşaqdır. Xeyr, anası sağ idi. Qızıl Qönçələrdə də atası sağ idi, uzaq yerə getmişdi. Biri heç bir yerə yaza bilməli ümumiyyətlə. Mərhəmətsiz və mənfur sifətli insanlarla rastlaşır. Sürəyyədə belə bir şey yox idi, bəli. Bir gəncin manifestində Bahar qarşılaşmış olur. İkini qeyd eləyək bura. Günahsız, sadələr və zəhmətkeşdir hər ikisi. Əsərin sonu onun üçün faciə ilə nəticələnir. Bəli, Baharın sonu ölümlə bitir. Deyə bilərsiniz ki, bəs Sürəyya üçün də bu faciədir. Amma Sürəyya bu faciənin sonunda xoşbəxt bir gələcək görə bilir. Üst başından kimsəsiz olduğu bilinirmi? Bəli, bu Baharın üst başından hiss olunur ki, kimsəsizdir. Amma o birisində babası onu xilas eləyirdi. Həmçinin geyimlərdə bir problem yox idi. Cavab 2, 4, 5-dir. Növbəti suala baxaq. Belə əsasən düzgün olmayan fikirləri müəyyən edin. Rübai üçün doğrudur. Rəməl bəhrində yazılıb. Xeyr, bu yanlışdır. Tuyuq rəməl bəhrində yazılır. Rübai Həzəc bəhrində yazılır. Rübai daha çox ictimai və əxlaqi fəlsəfi məzmun daşıyır. Doğrudur. İlk nümunəsini Qazi Bürhanəddin yazmışdıq. Səhvdir. İlk nümunəni biz Qətran Təbrizidən görürük. Doğru olan sadəcə burada 2-dir. Tuyuq üçün yanlış olan baxaq. Həzəc bəhrindədir. Bu rübaidir. Bu yanlışdır. İlk nümunəsini Qətran Təbrizi tərəfindən yazılmışdı. Bu da yanlışdır. Qazi Bürhanəddin tərəfindən yazılıbdır. Yalnız türk dilli xalqlara məxsus gəldi. Bəli, bu düzdür. Yanlışın altına da yanlış 2, 4, 5 olacaq cavab. 56. Nəsiminin Sığmazam qəzəlinin forma xüsusiyyəti üçün yanlışdır. Bədii təzad və inversiyadan istifadə olunmuşdur. Bu forma üçün doğru fikirdir. İlk beytin istənilən ikilik ilə eyni cür qafiyələnməsi yanlışdır. Ona görə yanlışdır ki, qəzəl qəsidədə uyğun ola bilər, amma qitədə uyğun olmaz, ona görə yanlışdır. Sufiyanə deyil, hürufiyanə şeirlərdir, amma bu məzmun üçün olduğu üçün bunu götürməyək. Yanlışdır, amma forma yanlışı deyildi, götürülmür. Burada 2 qalsın. Lirik qəhrəman heç bir zərrinə sığmadığını söyləyir. Bəli, doğrudur. Lirik qəhrəman özünü aya və bala bənzədir. Buradakı bal sözü bəlkə sizi çaşdıra bilər. Orada şəkər ifadəsi var ki, bu onun bənzətməsinə nümunədir, düzdür. Sonra təxəllüs işlətsə də özünə müraciət yoxdur. Bu da düzdür, amma bu forma xüsusiyyətinə aid olduğu üçün götürmürük. Cavab 2, 4, 5-dir. Obraz haqqında uyğunluğu müəyyən edin. Aldanmış Kəvakibdə Səməd, Oqtaylıoğlu'da Səməd, Anamın kitabındakı Səməd. Bacısına Hüseyn Şahidlə evlənməsini istəyir. Bu Anamın kitabındadır. Əsas obrazın Rus teatrında təklif olunması onun dilindən verilir. Biz bunu Oqtaylıoğlu'nda görə bilirik ki, əsas obrazı, yəni Oqtayın Rus teatrındakı təklif almasını onun dilindən verir. Yaltaq obrazdır. Yaltaq obraz olsa Aldanmış Kəvakibdə Səməd Vahidi nəzərdə tutub deyir. Yaltaq obrazdır. Aldanmış Kəvakib 30 yaşındadır, türk təhsili alıbdır. Anamın kitabı. Əsərdə köhnədən ədavəti olduğu obraz var. Burada Molla Səməddən söhbət gedir. Eni də yazaq buraya. Əsas obrazla zid qütblərdə olsalar da ona kömək etməyə çalışır. Bunu da Oqtaylıoğlu'dakı Oqtayın dostu Səmədi nəzər tutub demək olar. 1CE, 2BF, 3A dedi. Situasiyanın cavabları isə ekranda görsənəcək, oradan baxa bilərsiniz. Bu qədər, uğurlar hər birinizə.